Salam, yenə də mən sizinlə oyunların kralı iş başında. Dostlar, sizdən gözlədiyim abunəni ala bilmədim, amma bir dostumuz abunə atdı. Sırf o dostumuza görə bu videonu paylaşıram. Yəni bu videonu edirəm ki, dostumuz götürsün, eləsin. O xahiş elədi ki, elə videonu mən də görəm. Amma bir dənə bir şey demək istəyirəm ki, hər bir günlük müddəti, bir gündən sonra ban yeyirsiniz, təzədən yenə də eyni şey eləyir, təzədən girib oynaya bilirsiniz bir gün. Yəni ki, belə desək, YouTube üçün yarayır. Baxın. Əvvəlcə bunun üçün bizə 3 proqram lazımdır. Bu proqram üçün bir yerə sizə yönəldəcəm, ona baxacağıq. Deyim hara giririk, YouTube'a giririk. Burada şey deyirik, çıxırıq. Buradan bir dəqiqə. Tamam. Bildirişlərdən burada bir dənə var. YouTube logo və qarşımıza görə attım bu videonu. Bir dəqiqə deyəcəm. Bir dəqiqə hana. Başqa nə? Bir dəqiqə yüklədi qazan. Burada mən indirmişdim o videonu. O videoya girəcəm, göstərdim sizə. Bir dəqiqə. Proxy server verdim. Tamam. Tarımlar hile ilə oynayır. Gördüyünüz kimi bu DOSP Modus kanalına girirsiniz və burada bu videoya girirsiniz. Buradan üstünə linki indirirsiniz. Bu linkləri indirirsiniz. Free Global. Yəni Play Market'dən indirmirsiniz. Bunu silirsiniz, o Play Market'də indirdiyinizi bunu indirirsiniz. Suzuki'ni indirirsiniz və Astro Proxy VPN indirirsiniz. İndirdikdən sonra çıxırsınız ki, bu 3 dənə proqram sizdə var da, məsəl üçün deyim də. Bu 3 dənə proqram sizdə olandan sonra girirsiniz Suzuki'yə. Suzuki'yə girəndən sonra başlıqla bastırmışsınız. Südləşdirməyə basırsınız. Burada təcrübəsi seçimlər var. Təcrübəsi seçimlərə basırsınız. Burada qoşulma xidməti axtarılır yazır. Qoşulma xidməti axtarılır yazanda burada gedirsiniz simsiz şəbəkə sazlaması. Buna vurursunuz və bunu aktiv edirsiniz. Sonra bunu üstünə vurursunuz. Yox, bunu səhvdirdim. Üzrsən. Altına vurursunuz. Burada kod gələcək. Buraya qoşulma xidməti tutuşma kodunu daxil edin. Bu kodu 668 yazırsınız. Sizə mənə bu gəlməyəcək, başqası gələcək. Hər kəsə başqa kod gəlir. Bunu yazırsınız. Yazdığından sonra bunu göndərirsiniz. Göndərdikdən sonra başvuru tamamlandı deyir. Bu tamamlanandan sonra girirsiniz. Suzuki'yə başladırsınız. Üç saniyədən sonra başlayır deyir. Bəli, başladı. Sonra bu Astro VPN-i indirdikdən sonra qlobal versiya deyim. Mən indi onu eləyəməyəcəm, amma tam göstərim sizə başlamı necə edəcəksiniz. Mən bunu indi bir reset atım. Bura girirsiniz Unkal VPN-ə. İlk öncədən onu deyim ki, ən birinci Free Fire özünə girib ID kopyalamalısınız ki, ora girmək üçün. ID kopyalayandan sonra məsələn hansısa bir iddə, məsələn bunu vurursunuz. Məsələn mən bunu kopyalamışam, məsəl üçün. Bunu vurursunuz. Bu gəlir. Burada 7 addım var. Elə ki, təkrarlayırsınız da. Bunu basırsınız. Birazdan bunu basırsınız. Gördünüz 14%. Bunu basırsınız təzədən. Yenə bunu beləyəsiniz. Təzədən yenə bunu basırsınız. Bu saniyə girdindən sonra 7 dənə addım tamamlanan sonra sizdə bunu göstərəcək. Tamamlayacaq. Gözlə bir dəqiqə göstərim sizə də tam göstərim burada. 7 addım tamamladıqdan sonra sizə göstərəcək ekran bu olacaq. Deməli, tamamlanan sonra sizə göstərəcək budur. Göstərim hansı olacaq, onu da tam deyim. Çünki burada bunu göstərəcək. Hile ilə oynayırıq hesabda. Hileciyə də hile ilə oynamaq yaraşır. Burada
Sizə göstərəcək ekran. Girmir sizdə də dost. Kod alın. Ta ki ulduz olmayana Bunu qədər bir oda. Bunu kopya basırsınız. Qulaq mən Gördüyünüz kimi kopyalandı. Qaydırıq Free Fire. Free Fire'dan belə silməyə ehtiyac yoxdur. Gəlirsiniz Free Fire biosuna. Deyəcəksiniz. Baxın bunları silməlisiniz. Bunları çıxardın. Dəqiqə mən bunları. Mən tam başa salım. Burada deyir ki, nəsə boşsa heç nə silməyə ehtiyac yoxdur. Siz heç nə qoymamısınız, heç nə silməyə ehtiyac yoxdur. Amma qoymusunuzsa silməlisiniz. Oradan o verilən kodu buraya yapışdırırsınız, sonra Free Fire'dan çıxırsınız. Free Fire'dan çıxandan sonra bu serverə daxil olursunuz. Bu serverə daxil olursunuz və daxil olandan sonra bunu basırsınız. Bu üstdəki Astra beta server var. Bunu basırsınız, başladırsınız. Ondan sonra da oyuna girirsiniz, olur əla. Hər şey olur süper, girirsiniz, oynuyorsunuz. Amma bir gündür, yenə deyim. Yəni deyim ki, müddəti bir gündür. Bir gün ərzindədir. Yəni təzin eləməlisiniz. Çünki ban verir. Amma yenə hər dəqiqə eləyirsiniz, yenə də oynayırsınız. Yəni YouTube təməyə yarayır, onu deyə bilərəm. Bu əziyyətimə görə mənə abunə olun, kanala abunə olmağı unutmayın və like atmağı unutmayın. Xüsusilə də bildirmək istəyirəm ki, əslində mən bu videoyu çəkmə səbəbim yox idi. Qaqamız YouTuber Love yazmışdı ki, bu videonu çək. Mən də yazmışdı, ona görə də çəkdim. Sağ olun, salamat qalın.